bürcü 4 yanvar 2026-cı il. Ciddi işlərlə məşğul olun, vacib məsələləri həll edin, amma tələsməməyə çalışın. Elə günlərdəndir ki, yaxşı ideyalar dərhal ağla gəlmir. Lakin tələskənlik etməsəniz, istənilən çətin vəziyyətdən çıxış yolu tapa bilərsiniz. Adət etdiyinizdən daha çox cazibə və sınaq olacaq. Bəzi qoçlara elə gələ bilər ki, bugün risk etsələr, bütün arzuları gerçəkləşə bilər. Amma əslində məqsədinə çatmaq şansı daha çox ehtiyatla davranan, hər şeyi riskə atmayanlarda olacaq. Maliyyə məsələləri və onlarla bağlı sənədlərlə məşğul olanlara səbirli olmaq tövsiyə olunur. Burada gecikmələr ehtimalı böyükdür. Bunun səbəbi başqalarının səhvləri və ya məsuliyyətsizliyi ola bilər. Siz hadisələrin gedişini bir qədər sürətləndirə bilərsiniz, amma dərhal nəticə əldə etmək mümkün olmayacaq. Buğa bürcü 4 yanvar 2026-cı il. Bugün çox vacib işlərə diqqət cəmləmə imkanı yaradır. Onların uğurla başa çatması təkcə sizə yox, ətrafınızdakılara da fayda verəcək. Adətən olduğundan daha az yayınacaqsınız. Buna görə başladığınız işləri tez bir zamanda sona çatdırmaq şansınız yüksəkdir. Etibarlı köməkçilər ortaya çıxa bilər. Onlara təkcə bugün deyil, gələcəkdə də arxalana bilərsiniz. Bugün işgüzar kimi başlayan münasibətlər zamanla dostluq xarakteri alacaq. Amma prosesə tələsmək yox, onu təbii axarında inkişaf etməsinə imkan vermək daha yaxşıdır. Diqqət, xırdalıqlara həssas yanaşma və səliqə tələb edən işlərdə ciddi irəliləyiş mümkündür. Yaradıcı yanaşma tələb edən məsələlər bir qədər çətin gedə bilər. Amma bu zaman yaxşı ideyalarla sizi düzgün istiqamətə yönəldə biləcək insanlar yanınızda olacaq. Əkizlər bürcü 4 yanvar 2026-cı il. Məsələlərin həlli adət etdiyinizdən daha çətin görünə bilər və bu onların həddindən artıq mürəkkəb olmasından yox, tez-tez diqqətinizin dağılmasından irəli gələcək. Tez-tez məişət işlər və şəxsi problemlərə yönəlməli olacaqsınız. Buna baxmayaraq günün əvvəlində özünüzü toparlayıb peşəkar tapşırıqlara fokuslana bilsəniz, sonraki proses xeyli asanlaşacaq. Bu məsələlərinə görə fikir ayrılıqları mümkündür. Bu həm işdə tərəfdaşların qərarlarınızı şübhə altına alması, həm də evdə yaxınlarınızın maraqlarının sizinlə üst-üstə düşməməsi şəklində özünü göstərə bilər. Ən gərgin anlarda belə səbirli qalmaq vacibdir. Çünki bu halda tezliklə hər şeyi yoluna qoymağın yolunu tapacaqsınız. Xərçəng bürcü 4 yanvar 2026-cı il. Gün asan olmayacaq. Uğur qazanmaq mümkündür, amma bu mütləq səy tələb edəcək. Komanda ilə işləməyə, etibarlı tərəfdaşlara güvənməyə öyrəşmiş xərçənglər üçün xüsusilə çətin olacaq. Mübahisələrdən qaçmaq çətin görünür. Məhz buna görə başladığınız işi vaxtında bitirə bilməmək riski var. Tək işləməyə üstünlük verənlər üçün vəziyyət bir qədər asan olsa da, onların da maneələri aşması lazım gələcək. Ən yaxşı nəticəni əldə etmək üçün məqsəd yönlü davranmalı. Hiylə və manipulyasiya yolu ilə öz istədiyini almağa çalışan insanlara qarşı mövqeyinizi qətiyyətlə müdafiə etməlisiniz. Vəziyyət tələb edərsə, sərt addımlar atmağa da hazır olun. Şir bürcü 4 yanvar 2026-cı il. İnsanlarla dil tapmaq, onlara düzgün yanaşma bacarığı bugün xüsusilə faydalı olacaq. Lazım gələrsə tez bir zamanda köməkçilər tapa, əməkdaşlıq barədə razılığa gələ və ya potensial işə götürəni məhz sizin kimi bir işçiyə ehtiyacı olduğuna inandıra bilərsiniz. Uzun sürən vacib danışıqların uğurla başa çatması və sizi çox düşündürən maliyyə məsələlərinin xeyrinizə həll olunması mümkündür. Unutmayın ki, ətrafınızdakılar sizdən çox şey gözləyir və bugün sizin üçün dəyərli olan insanları məyus etməmək vacibdir. Ola bilsin ki, yaxınlarınıza kömək etmək və ya onların problemləri ilə məşğul olmaq üçün şəxsi planlarınıza təxirə salmalı olasınız. Qız bürcü 4 yanvar 2026-cı il. Günün başlanğıcı xüsusilə uğurlu olacaq. Bu vaxtı səmərəli keçirməyə çalışın və diqqətinizi ən vacib çətin işlərə yönəldin. Köhnə müttəfiqlərin dəstəyinə arxalana bilərsiniz. Hətta yaxın zamanda tanış olduğunuz insanlar da ehtiyac yaranarsa sizə kömək edəcəklər. Bugün başlayan işgüzar münasibətlər sürətlə inkişaf edə bilər. Tezliklə qarşılıqlı faydalı əməkdaşlığa çevrilə bilər. Böyük ümid bəsləmədiyiniz danışıqlar belə uğurlu nəticə verə bilər. Günün ortası planlara fokuslanmaq üçün əlverişli olacaq. Detalları sakitcə nəzərdən keçirib potensial tərəfdaşlarla hər şeyi müzakirə edə bilərsiniz. Uzun müddətli əməkdaşlıqla bağlı təkliflər mümkündür. Amma ilkin qərar verməzdən əvvəl vəziyyəti daha dərindən araşdırmaq vacibdir. Tərəzi bürcü
4 yanvar 2026-cı il. Ehtiyatlı davransanız gün pis keçməyəcək, ciddi problemlər yaratmayacaq. Xüsusilə peşəkar öhdəliklərlə bağlı qərarlarda tələsməmək önəmlidir. Hər hansı sənədə imzalamadan və ya yerinə yetirilməsi çətin olan vədlər verməzdən əvvəl yaxşıca düşünün. Yeni layihələrə başlamaq, xüsusən böyük sərmayə və risk verən işlər üçün gün uyğun deyil. Amma etibarlı müttəfiqləriniz varsa, ciddi çətinliklərdən qaçmaq mümkündür. Daha əvvəl başladığınız işləri başa çatdırmağa fokuslanan tərəzilər bizə gözlədiklərindən daha asan şəkildə istədikləri nəticəni əldə edəcəklər. Əqrəb bürcü 4 yanvar 2026-cı il. İşə ciddi yanaşan və uğur qazanmaq istəyən əqrəblər üçün gün bir qədər çətin keçəcək. Qarşınıza mürəkkəb peşəkar tapşırıqlar çıxacaq. Ciddi dəstək verəcək insanlar tapmaq asan olmayacaq. Hətta bəziləriniz başqalarının səhvlərini düzəltməyə, onların nəticələrini aradan qaldırmağa xeyli vaxt sərf etməli olacaqsınız. Rəhbərliklə fikir ayrılıqları mümkündür. Bugün mühakimələrinizdə daha müstəqil olacaqsınız və bəzən barışmazlıq və ya sadiqlik çatışmazlığı kimi qəbul edilə bilər. Kəskin məqamları yumşaltmağa, fərqli baxışları dinləməyə çalışın. Oxatan bürcü 4 yanvar 2026-cı il. Gün hadisələrlə zəngin və ziddiyyətli olacaq. Çox şeyin gözlədiyiniz kimi getməməsi ehtimalı böyükdür. Belə vəziyyətlərdə özünüzü itirməmək vacibdir. Ətrafda baş verənləri diqqətlə izləyin, xırda detallara fikir verin, başqalarının davranışlarını və onların nəticələrini təhlil edin. Başqalarının təcrübəsi sizin öz səhvlərinizdən qaçmağınıza, bir çox suallara cavab tapmağınıza kömək edə bilər. Sizi və yaxınlarınızı narahat edən maliyyə məsələlərinin uğurla həll olunması mümkündür. Yeni mənbələrdən əhəmiyyətli pul daxil olmaları istisna deyil. Bəzi oxudanlar sərfəli müqavilələr bağlamaq şansı əldə edəcəklər. Oğlaq bürcü 4 yanvar 2026-cı il. Son vaxtlar vacib bir işə çox enerji sərf edən və artıq uğur qazanacağına şübhə edən oğlaqlar üçün gün ümidverici olacaq. Şərait sizin xeyrinizə formalaşacaq və yaradıcılıq göstərsəniz gözlədiyinizdən də yaxşı nəticə əldə edə bilərsiniz. Bir çox oğlaqlar üçün qeyri-standart yanaşma, başqalarının ağlına gəlməyən həll yolları tapmaq bacarığı xüsusilə faydalı olacaq. Ətrafınızdakılar uğurlarınıza diqqət yetirəcəklər. Yersiz təvazökarlığı kənara qoyun və əldə etdiklərinizdən danışın. Tezliklə qabiliyyətinizdən xəbərsiz olan insanlardan maraqlı təkliflər ala bilərsiniz. Pul daxil olmaları və gələcəkdə qazanc gətirəcək sövdələşmələr də mümkündür. Dolça bürcü 4 yanvar 2026-cı il. Bugün gələcək barədə adət etdiyinizdən daha çox düşünəcəksiniz. Gün planlar qurmaq, görmək istədiyiniz işləri potensial köməkçilərlə müzakirə etmək üçün uyğundur. İş yerini dəyişməyi düşünən dolçalar elanlara diqqətlə baxmalıdırlar. Mümkündür ki, bugün ideal variantla qarşılaşırsınız. Vacib məlumat əldə etmə ehtimalı da var və bu düzgün qərarlar verməyə, maliyyə itkilərindən qaçmağa kömək edəcək. Günün ortası həmkarlar və rəhbərlik ilə söhbətlər üçün əlverişli olacaq. Bəzi dolçalar qeyri-rəsmi mühitdə karyera perspektivlərini və ya marj artımını müzakirə edə biləcəklər. Balıqlar bürcü 4 yanvar 2026-cı il. Bugün tələsməyə ehtiyac olmayacaq. Yığılıb qalmış işləri sakit şəkildə tamamlaya, son vaxtlar yaranmış tapşırıqlarla məşğul ola biləcəksiniz. Ciddi suallara cavab tapmaq ehtimalı var, amma bunun üçün əvvəllər münasibətlərin çətin olduğu insanlara müraciət etmək lazım gələ bilər. Özünüzə inansanız və məqsədinizə əmin olsanız, onlarla asanlıqla dil tapa biləcəksiniz. Son günlər çətinlik yaşayan gənc balıqlar problemlərin öhdəsindən necə gələcəklərini anlayacaqlar. Yeni tanışlar tərəfindən təklif olunan kömək çox yerinə düşəcək. Daha yaşlı balıqlar isə öz təcrübələrindən faydalanaraq həm peşəkar mövqelərini möhkəmləndirəcək, həm də rəhbərlik və potensial tərəfdaşlarla münasibətləri yoluna qoyacaqlar.